Ötən mövsümün qızıl mükafatçısı Azərbaycan yeni mövsümdə də iddiasını davam etdirmək niyyətindədir. İlk maçını səfərdə Gəncəyə qarşı keçirəcək Dəmir Yolçular hazırlığı davam etdirir. Yay fasiləsində heyətinə yeni voleybolçular cəlb edən 11 qat Azərbaycan çempionunun bu mövsümki hədəfi də qızıl medallardır. Komandanın İtaliyalı çalışdırıcısı Paolo Toffoli yeni mövsümdən gözləntiləri barəsində. Hazırlıqlar əla gedir. Sentyabrın 3-dən məşqlərə start vermişik. Yeni mövsüm oktyabrın 14-də start götürəcək. Hər ötən gün daha çox inkişaf edirik. Ötən ilə nisbətdə fərqli mövsüm olacaq. Keçən il əsas liqada cəmi 6 komanda var idisə, bu mövsümdə onların sayı 9 olacaq. Buna görə də daha çox çalışmalıyıq. Yaxşı komandayıq, güclü voleybolçularımız var. Birlikdə ən yaxşısını edəcəyimizi inanıram. Əsas istəyimiz isə play-offa düşməkdir. Komandanın Puerto Rico liberosu və kapitanı Nayka Benitez yeni mövsümdəki hədəflərdən danışıb. Məşqlər yaxşıdır. Əsas hədəfimiz yenidən çempion olmaqdır. Komandama güvənirəm. Ötən il bunu bacardıq. İnanıram ki, yeni mövsümdə nəticəmizi təkrarlaya bilərik. Qarşıda bizi maraqlı maç gözləyir. Ümid edirəm ki, ilk görüşdən qələbə ilə ayrılacağıq. Qeyd edək ki, Azərbaycan Yüksək Liqada ilk maçını 14 oktyabrda Gəncə kollektivinə qarşı keçirəcək.